Salam, bu videoda 2026-cı il magistratura qəbul imtahanına düşmüş alqoritm suallarından birini addım-addım birlikdə həll edəcəyik. Gəlin sualın izahına başlayaq. Sualda bizə deyir ki, n bərabərli 5, x bərabərli 2 olduqda alqoritmin icrası nəticəsində S1 dəyişəninin qiyməti neçə olar? Bizdən tələb olunur S1-in qiymətini tapmaq. Nəzərinizə çatdırın ki, alqoritm məsələlərində diqqət yetirməli olduğumuz nüans hər dəfə hər bir dəyişənin sonuncu dəyərindən istifadə etməkdir. N-in başlanğıc qiyməti 5-dir, x-in başlanğıc qiyməti 2-dir. S1 0-dır, S2 1-dir, I 1-dir. I-ni yerinə 1 yazıram, N-in yerinə 5 yazıram. 1 5-dən kiçikdirmi? Bəli, hər qolu ilə gəldim. İndi burada hesablayacağıq. X-in yerinə qoyuram, başlanğıc qiymət 2 idi. 2 vurulsun -1, -2, üstəgəl 5, elədi 3. 3-ü yoxlayıram. 3 0-dan kiçikdir? Yox. Yeni S1-in bərabərdir, köhnə S1 üstəgəl x. S1-in başlanğıc qiyməti 0-dır. X-in son qiyməti 3-dür. 0-ın üstü 3 gəldim, elədi 3. I-nin başlanğıc qiyməti 1 idi, 1-in üstünə 1 gəlirəm, elədi 2. S2-ni tapmaq üçün S1-in üstə S2 gəlmək lazımdır. S1-in axırıncı qiyməti 3-dür, S2-nin qiyməti 1-dir. Topladım, elədi 4. Geri qayıdıram. Bu səfər i-nin qiyməti 2-dir. 2-ni yoxlayıram. 2 5-dən kiçikdir. Bəli. X-in yeni dəyərini tapmaq üçün ən son qiyməti 3-ü vururuq, -1 eləyir, -3, üstə 5 gəlirəm, eləyir 2. 2-ni yoxlayıram. 2 0-dan kiçikdirmi? Yox. S1-in son qiyməti 3 idi, X-in son qiyməti 2 idi. 3-ün üstə 2 gəlirəm, eləyir 5. İni bir vahidə artırırıq. 2 üstəgəl 1, elədi 3. S2-nin son qiymətini tapmaq üçün yenə S1-in son qiyməti 5 idi, S2-nin son qiyməti 4 idi, toplayıram, eləyir 9. Geri qayıdıram. I-nin son qiyməti 3-dür. 3 5-dən kiçikdirmi? Bəli. Yeni x-in bərabərdir. Sonuncu x-imiz 2 idi. -1-ə vurdum, -2. Üstünə 5 gəlirəm, eləyir 3. 3 0-dan kiçikdirmi? Yox. S1-in son qiyməti 5 idi. X-in son qiyməti 3 idi. Topladım, elədi 8. I-ni yenə də bir vahidə artırırıq. 3 üstəgəl 1, elədi 4. S1-in son qiyməti 8-dir. S2-nin son qiyməti 9-dur. Topladıq, elədi 17. Yenidən yoxlayıram. I-nin son qiyməti 4 idi. 4 5-dən kiçikdirmi? Bəli. X-in yeni qiymətini tapmaq üçün son qiyməti 3 idi. 3 -1-ə vururam, -3, üstə 5 gəlirəm, elədi 2. 2 0-dan kiçikdirmi? Xeyr. S1-in son qiyməti 8 idi. X-in son qiyməti 2-dir. Topladım, elədi 10. I-ni yenə də bir vahidə artırırıq. 4 üstəgəl 1, elədi 5. S1-in son qiyməti 10-dur. S2-nin son qiyməti 17-dir. Topladıq, 27. Geri qayıdıram. İndi i-nin 5 qiymətini yoxlayırıq. 5 5-dən kiçik bərabərdirmi? Bəli. X-in yerinə 2 qoyuram. 2 vurulsun -1, -2, üstəgəl 5, elədi 3. 3 0-dan kiçikdirmi? Yox. S1-in son qiyməti 10 idi, X-in son qiyməti 3-dür. Topladım, elədi 13. İni bir vahidə artırırıq. 5 üstəgəl 1, elədi 6. S1-in son qiyməti 13 idi. S2-nin son qiyməti 27 idi. Topladıq, elədi 40. Başa qayıdıram. İ-nin son qiyməti 6 idi. 6 5-dən kiçikdirmi? Yox. Yox qolu ilə gəldik. Çap blokunda S1 verilibdir. Sağlıq şərtində də S1 tələb olunurdu. S1-imizin son qiyməti isə 13 idi. Cavabımız olur. S1 dəyişəninin qiyməti 13 olacaq. Əgər bu izah faydalı oldusa, videonu bəyənməyi və növbəti qəbul suallarının izahını qaçırmamaq üçün kanala abunə olmağı unutmayın.